Salam uşaqlar, bu dəfə DİM 2-ci hissə test toplusundan isbat suallarına baxacağıq. 5 dənə isbat sualı işləyəcəyik. Birincisi bu sualla başlayaq. ABCD trapesiyasının AC diaqonalı iti bucağın tən bölənidir. Burada bir dənə tən bölən qeyd edirik. Yəni bu bucaqlar alfa alfa. Belə qeyd edək. Alfa və alfa. AC diaqonalı iti bucağın tən bölənidir. AC CD-yə bərabərdir. AC tərəfi və CD tərəfi bir-birinə bərabər olsun. Hər ikisinə x deyim. İsbat edin ki, CD kvadrat bərabərdir AD vurulsun BC. AD vurulsun BC. O yatı saxlayaq. İndi bu üçbucaq bərabər yanlı üçbucaqdırsa, burada alfadırsa, bu bucaq da alfa olurmu? Olur. Sonra biz bu hissəyə diqqətlə baxsaq, burada çarpaz bucaqları görərikmi? Görərik. Yəni bu bucaqla bu bucaq çarpaz bucaq olub bərabər olmalıdır. Şəkil trapesiyadırsa. Və o zaman burada da bir bərabər yanlı üçbucaq görmüş olacaq. O zaman bu üçbucağın da yan tərəflərinə eyni bir dəyişən verə bilərik. Bu da A olsun, bu da A olsun. Aşağıda boş qalan hissəyə B deyəcəm. İndi biz isbat etməli olduğumuz şeyi burada səliqəli yazaq. CD kvadratı, yəni x-in kvadratı bərabərdir AD, yəni B vurulsun BC, yəni A. B vur A, A vur B. Deməli, ispat etməli olduğumuz şey x kvadrat bərabər AB. Bunu düşünək. İndi bu üçbucağa baxsaq, bu üçbucağın otacağındakı bucaqlar alfa, alfa, bir dənə təpə bucağı var. Bu üçbucağa diqqətlə baxsaq, bunun da otacağındakı bucaqlar alfa, alfa, bir dənə təpə bucağı var. Deməli, bu iki üçbucaq bir-birinə oxşardır. Bunu səliqəli şəkildə qeyd edək. Yəni, soldakı və sağdakı üçbucaqlar bir-birinə oxşardır. İndi bu soldakı üçbucaq, bu da sağdakı üçbucaqdır. Belə nəzərdə tutaq. İndi soldakı üçbucaqda alfanın qabağında A dayanıb. O zaman A bölünsün. Sağdakı üçbucaqda alfanın qabağında nə dayanıb? X dayanıb. A bölünsün X bərabərdir. Soldakı üçbucaqda təpə bucağının qabağında X dayanıb. X böl. Sağdakı üçbucaqda təpə bucağının qabağında B dayanıb. X böl B. Oxşarlıq əlaməti ilə bu nisbəti aldıq. Buradan da çarpaz vursaq, x kvadrat bərabərdir AB olmuş olur. Məsələ də isbat olunmuş olur. Növbəti məsələyə keçək. Deyək ki, şəkildə ABCD bir rombdur. Tamam. Bu fiqurun romb olduğunu qeyd edək. CAE bucağı ilə YDS bucağı bir-birinə bərabərdir. CAE bucağı, CAD bucağı. Yəni bu bucaq bir alfadır. YDS bu bucaq da bir alfadır. YD AD-yə perpendikulyardır göstərib. Yəni bu üçbucaq düz bucaqlı üçbucaqdır. AE bölünsün YS-nin 2 olduğunu isbat etməyimizi istəyir. Yəni AE bərabər 2YS olduğunu göstərməliyik. Yəni YS bir X olsa, AE də bir Y olsa, bizdən isbat etməyimizi istəyir ki, Y bərabər 2X-dir. Bunu isbat etməliyik. Bu fiqur, ümumi bu fiqur bir rombdur. O zaman bu fiqurda rənglədiyim bu üçbucaq da, baxın bu üçbucaq bərabər yanlı üçbucaqdır. Yəni bu bucaq alfadırsa, bu C bucağı da alfadır demək istəyirəm. İndi o zaman bu rənglədiyim üçbucaq bərabər yanlı üçbucaq olmuş olur. Yəni bu alfa, bu da alfadırsa, iki dənə bucaq alfadırsa bərabər yanlı üçbucaq olur. Yəni YS tərəfi X-dirsə, YD tərəfi də X olmuş olur. Şəkildə bu iki dənə uzunluq, biri qısa, biri uzun görünmüş olsa da, şəkil şablondur onsuz da. Ona görə hesablamada aldığımız qiymətləri daha çox nəzərə almalıyıq. İndi, gələk bu düzbucaqlı üçbucağa baxaq. Bu düzbucaqlı üçbucağa baxmazdan öncə, burada bir bərabər yanlı üçbucaq gördük. Alfa, alfa bucaqlarını qeyd elədik. Əvvəlki videolarda da qeyd etdiyimiz bir şey vardı ki, üçbucağın iki dənə daxili bucağını toplayanda digər bucağın qonşusu olan xarici bucaq alınır deyə bir qayda keçmişdik. O zaman bu üçbucaq üçün alfa topla alfa yazılmalıdır. Yəni bax bu bucaq, bax qeyd elədiyim bu bucaq, bu üçbucağın xarici bucağıdır.
2 dənə daxili bucaq alfa və alfanı toplayıb burada 2 alfa yazıram. İndi bu rənglədiyim üçbucaq düz bucaqlı üçbucaqdırmı? Görürük buradan. Bəli, düz bucaqlı üçbucaqdır. Düz bucaqlı üçbucaqda iti bucaqların cəmi 90 dərəcə etməlidirmi? Bəli. Yəni alfa üstə gəlsin 2 alfa bərabər 90 dərəcə eləməlidir. O zaman alfa nəyə bərabərdir? 30 dərəcəyə. Alfa 30 dərəcədirsə, biz bilirik ki, düz bucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. 30 dərəcəli bucaq qarşısındakı katet, yəni x bərabərdir hipotenuzun yarısına, yəni bərabərdir y-in yarısına. Buradan da y bərabər 2x olmuş olur ki, biz elə y bərabər 2x isbat etmiş olurduq. Məsələ isbat olunmuş olur. Yenə oxşarlıqla isbat olunmalı olan bir başqa məsələ. Bizdən bu x kvadratının, burada dəyişənlər yerirəm ki, buna da y deyim, buna da bu x olsun, bura a olsun, bura b olsun. Bizdən x kvadratının a-b-yə bərabər olduğunu ispat etməyimizi istəyir. İndi şərti bir dənə başdan oxuyaq. Düzbucaqlı üçbucağın daxilində mnkp kvadratı çəkilib. Bu mnkp kvadratdır, yəni bu da x-dir, bu da x-dir, bu da x-dir. Və bunu ispat edin deyir. İndi kvadratın bucaqları düz bucaq olur. Aydın məsələdir. Onda bu kvadratın çölündə qalan hissələri də düz bucaq olacaq. Yəni AMN bucağı da düz bucaq olacaq. Digər tərəfdən BPK bucağı da düz bucaq olacaq. Tamamdır. Bu böyük şəkil bir düz bucaqlı üçbucaqdır. Yəni iti bucaqların biri alfa, biri və betadır və alfa ilə betanın cəmi 90 dərəcədir. O zaman bu balaca düz bucaqlı üçbucağa, bu rənglədiyimiz düz bucaqlı üçbucağa diqqətlə baxsaq, bir iti bucaq alfadırsa, digər iti bucaq betadır. Bu rənglədiyimiz düz bucaqlı üçbucağa diqqətlə baxsaq, bir bucaq betadırsa, digər bucaq alfadır. Cəmi 90 dərəcə olmalıdır. O zaman bu işarə qoyduğum üçbucaqlar bir-birinə oxşar olurlar. Çünki alfa bucağı, beta bucağı və 90 dərəcə hər iki üçbucaqda var. O zaman sol tərəfdəki üçbucaq və sağ tərəfdəki üçbucaq deyəcəm. O şəkildə diqqətlə, bəlkə də bəzi yerlərdə videonu saxlayıb diqqətlə baxın hansı bucağın qarşısında hansı tərəf dayanıb. Ona uyğun qayda yazdım. Nisbətlər yazdım. Sol tərəfdəki üçbucaqda alfanın qabağında nə dayanıb? X bölünsün. Sağ tərəfdəki üçbucaqda alfanın qabağında nə dayanıb? B, x böl b bərabərdir. Sol tərəfdəki üçbucaqda betanın qabağında nə dayanıb? A. Sağ tərəfdəki üçbucaqda betanın qabağında nə dayanıb? X. X böl b bərabər a böl x nisbəti aldım. Hardan? Oxşarlıqdan. Və bunları da çarpaz vursam, x kvadrat bərabər ab olmuş olur. Və bizdən də onsuz da x kvadrat bərabər ab-ni istəyirdi zaten. Və məsələ isbat olunmuş oldu. Növbəti bir maraqlı isbat sualı. ABS və BD-yə bərabər tərəfli üçbucaqlardır. İndi ABS üçbucağını mavi rənglə rəngləyirik. ABS üçbucağını mavi rənglə rənglədikdən sonra elə eləyək ki, avtomatik üçbucaq yaranmasın. Belə rəngləyək. Mavi rənglə rənglədik. İndi şərtdə deyir ki, bu ABS üçbucağı bərabər tərəfli üçbucaqdır. Yəni bizim mavi xətt olaraq gördüyümüz bütün xəttlər bir-birinə bərabərdir. Elə düşünək. Yəni çünki bu bərabər tərəfli üçbucaqdırsa, üç tərəfin üçü də bir-birinə bərabərdir. Amma biz bunu belə yadda saxlayaq. Mavi xəttlər hamısı bir-birinə bərabərdir. BDY üçbucağını da qırmızı rənglə rəngləyirəm. BDY üçbucağını da qırmızı rənglə rəngləyirik. Və bunu da yadda saxlayaq ki, bütün qırmızı xəttlər də bir-birinə bərabərdir. Harada qırmızı xətt görürüksə, onlar bir-birinə bərabərdir. İndi bir şərti yenidən oxuyaq. ABS və BD'yə bərabər tərəfli üçbucaqlardır. Tamam, qeyd elədik. İsbat edin ki, AD bərabər SY olacaq. Aha, o zaman biz bu üçbucaqla, baxın bu yaşlı rənglə rənglədiyim bu üçbucaq və bu üçbucağa diqqətlə baxırıq. İndi bunlar tam yaşlı rəngə rəngləməyim. Çünki orada bir bucaq qeyd eləməliyəm. Əvvəlcə bu üçbucaqlara baxacaq. Onu nəzərdə saxlayaq.
Bu aradakı bucağın bir alfa dərəcə olduğunu düşünün. Məsəl üçün bu bucaq bir alfa dərəcədir. Bu arada bir alfa dərəcə bir üçbucaq qeyd elədim. İndi bərabər tərəfli üçbucağın daxili bucaqları bilirik ki, hər biri 60 dərəcədir. Tamam. Bu mavi rəngli üçbucağa baxın. Mavi rəngli üçbucaqda bir təpə bucağı 60-dırsa, o zaman bu bucaq 60 dərəcə çıx alfa olurmu? Bəli. Qırmızı üçbucaqda da təpə bucağı 60 dərəcədirsə, o zaman bu işarə etdiyim bucaq, bu da 60 dərəcə çıx alfa olurmu? Olur. Yəni ki, buradan belə başa düşdük ki, diqqətlə şəkilə baxın. Biraz da böyüdüm istəyirsinizsə. Bu bucaq ilə bu bucaq bir-birinə bərabərdir. Nöqtə işarəsi olan bucaqlar bir-birinə bərabərdir. İndi bu ştrixlədiyim 2 dənə üçbucağa baxaq. Bir bu üçbucaq, bir də bu üçbucaq. Ştrixlədiyim bu iki üçbucağa baxaq. Yəni A, B, D üçbucağı ilə C, B, Y üçbucağını nəzərdə tuturam. Bu üçbucaqlarda fikir verək. A, B, BC-yə bərabərdirmi? Yəni bu üçbucağın sol tərəfi və sağdakı üçbucağın da sol tərəfi bir-birinə bərabərdirmi? Bəli. Sağ tərəf qırmızı rəng, digər üçbucağın da sağ tərəfləri qırmızı rəng. Sağ tərəflər də bir-birinə bərabərdir. Xatırlatmayayım, sol tərəflər də bir-birinə bərabərdir. Aradakı bucaqlar da 60 çıx alfa, 60 çıx alfa. Bu bucaqlar da bir-birinə bərabərdir. O zaman mən bu ştrixlədiyim üçbucaqlar bir-birinə bərabər olmuş olur. Hansı əlamətə görə? 2 dənə tərəf, bir dənə arasındakı bucaq əlamətinə görə. Yəni T, B, T əlamətinə görə bu üçbucaqlar bir-birinə bərabər olmuş olur. Bu üçbucaqlar da bir-birinə bərabərdirsə, o zaman bu bərabər olan bucaqların qarşısındakı AD və CY tərəfləri də bir-birinə bərabər olmuş olacaq və məsələ isbat olunmuş olacaq. Bu seçdiyim məsələlərə diqqətlə baxsaz, orada bəzi məsələləri ötürdüm. TBT, BTB əlamətlərinə görə üçbucaqların bərabərliyini göstərmək olduğumuz məsələlərdən 2 dənəsinin səhv olduğunu düşünürəm. Növbəti videoda o məsələlərin niyə səhv olduğunu ətraflı şəkildə deyəcəm. Bu məsələ də burada isbat olunmuş oldu. Keçək növbəti və bugünlük son baxacağımız isbat məsələsinə. Belə bir şəkil verib və burada bizdən soruşulur ki, daha doğrusu ya da məsələni ətraflı oxuyum. ABC və ADC üçbucaqların tən bölənləri verilib. Deməli bizdən bizə bir məlumat verir ki, BY və FD hər ikisi tən böləndir. Hələ bir işarə qoymayaq. AB CD-yə bərabər. Bax, əsas işarə bunlardır. AB CD-yə bərabər. AD də BC-yə bərabər. AD də BC-yə bərabərdir. Bu hissəyə qədər oxudum. İndi bu şəkildə biz nə görmüş oluruq? Paraleloqram görmüş oluruq. Yəni ABCD qarşı tərəfləri cüt-cüt bir-birinə bərabər olan bir fiqurdur. Belə fiqurda nə olmuş olur? Paraleloq. Və biz bilirik ki, AC diaqonalı bu paraleloqramın diaqonalıdır və bunu 2 dənə bərabər tutsağa bölür. Təkrar edirəm. Paraleloqramın diaqonalı paraleloqramı 2 bərabər üçbucağa bölür. Niyə? Çünki paraleloqramda qarşı bucaqlar bir-birinə bərabərdirlər. Qarşı tərəflər də bir-birinə bərabər olduğundan TBT əlamətinə görə ABC üçbucağı ilə ADC üçbucağı bir-birinə bərabər olmalıdır. Demək nəymiş? Üçbucaq ABC üçbucaq ADC-yə bərabərdir. Yəni konqruentdir bu üçbucaqlar. İşarəsi belə idi. Davam edirik. İndi bu üçbucaqlar bir-birinə bərabərdirsə, yəni diaqonal paraleloqramı 2 konqruent üçbucağa ayırırsa, o zaman hər iki üçbucağın təpədən çəkən tən bölənləri də bir-birinə bərabər olmalıdır. Yəni BY tərəfi FD tərəfinə, daha doğrusu BY tən böləni FD tən böləninə də bərabər olmalıdır. Yəni BY tən böləni DF tən bölənə bərabər olmalıdır. Bunları da qeyd edək 4 xətlə. Tamam. İndi ABC üçbucağı ilə ADC üçbucağı bərabərdirsə, və hər iki bucaqdan da tən bölənlər çəkilibsə, eyni bucaqlar eyni yarım bucaqlara bölünəcək. Yəni bu da alfa alfa,
bu da alfa olacaq. Və bizdən soruşulan şey ABY və CFD üçbucağının, CDF üçbucağının konqurent olması idi. ABY üçbucağına baxsaq, ABY üçbucağına baxsaq, məsələn yaşıl rənglə göstərim, qarşılıqlı olmasın. ABY üçbucağına baxdıqda nə görürük? 2 xətt, 4 xətt və arada bir alfa görürük. CDF üçbucağına baxsaq nə görürük? Orada da 2 xətt, 4 xətt və arada bir alfa görürük. O zaman bu üçbucaqlar da hansı əlamətə görə? TBT əlamətinə görə, yəni 2 dənə tərəf və aralarındakı bucaqlar bir-birinə bərabərdir. Onda TBT əlamətinə görə də üçbucaq ABY ilə üçbucaq CDF konqurent olurlar. Və məsələ burada isbat olunmuş oldu. Bununla da ikinci istədiyim test toplusundan 5 dənə sadə isbat sualına baxdıq. Növbəti videoda isə səhv olduğunu düşündüyüm 2 sual və bir neçə başqa isbat sualına da baxacaq. Ümid edirəm ki, faydalı olmuşdur. Görüşənədək sağ olun və izləmədə qalın.